InnoLand İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi ilə Sənin ideyan dəstəklənir şüarı altında həyata keçirilən SIT layihəsinin açılış mərasimi olub. SIT layihəsi yaradıcı təşəbbüslərin inkişafına təkan verməklə yanaşı, obada əməliyyatların optimallaşdırılmasına, innovativ həllərin tətbiqinə və ümumilikdə Azərbaycanın startap ekosisteminin şaxələndirilməsinə xidmət edir. Açılış mərasimində Veysəloğlu Şirkətlər Qrupunun rəhbər şəxsləri və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin direktoru Vüsal Rüstəmov iştirak ediblər. Vüsal Rüstəmov sözügedən layihə ilə bağlı bildirib ki, seçilən 33 startap üçün effektiv inkubasiya mühitinin formalaşdırılması məqsədi ilə İnnovasiyalar Mərkəzi öz resurslarını paylaşmağa hazırdır. Bu əməkdaşlıq dövlət və özəl sektor tərəfdaşlığının parlaq nümunəsidir və biz OBA-nın təşəbbüsünü yüksək qiymətləndiririk. Müvafiq layihəyə ümumilikdə 183 komanda müraciət edib. Onların arasında 33 ən perspektivli komanda növbəti mərhələyə keçib. Layihə çərçivəsində ümumilikdə 10.000 manatlıq mükafat fondu nəzərdə tutulub.